Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin 20 sınav kitabından belə bir test tapşırığına baxacağıq. Xəritə iskanında göstərilən məntəqələrə aid olan doğru fikirləri müəyyən edin. Gəlin ilk olaraq bizə verilən məntəqələrə baxaq. Deməli, 1 nömrəli məntəqə Böyük Britaniyadır. 2 nömrəli məntəqə Kalimantan adası verilib. 3 nömrəli məntəqə deməli Hindistan verilib. 4 nömrəli məntəqə Ərəbistan verilib. 5 nömrəli məntəqə Braziliyadır. 6 nömrəli məntəqə isə Avstraliyadır. Deməli, gəlin baxaq. 3-dən 5-ə verib ki, yay ayları rütubətli keçir. Yəni, Hindistanla Braziliya yaylasına verib ki, yay ayları rütubətli keçir. Bəli, bu doğru fikirdir. Bildiyimiz kimi həm Hindistan, həm də Braziliya subekvatorial iqlim qurşağında yerləşir və subekvatorial iqlim qurşağında yay ayları rütubətli keçir. Bir doğrudur. 2 ilə 4-ə deyir ki, buxarlanmanın miqdarı çoxdur. Deməli, 2 Kalimantan adasıdır. 4 isə Ərəbistandır. Bu 2-yə doğru olsa belə 4-ə Ərəbistana buxarlanmanın miqdarı çox ola bilməz. Çünki burada yağıntı yoxdur deyə buxarlanma da azdır. Burada buxarlanma qabiliyyəti, mümkün buxarlanma daha çoxdur. 2 yanlışdır. 3-də deyir ki, 1 ilə 2-yə, yəni Böyük Britaniya ilə Kalimantan adasında deyir ki, ifrat rütubətlənmə şəraitinə malikdir. Bəli, bildiyimiz kimi Böyük Britaniya mülayimin dənizində yerləşir. Kalimantan adasında isə ekvatorial xətti keçir, yəni ekvatorial iqlim qurşağında yerləşir və hər ikisi ifrat rütubətlənmə şəraitinə malikdir. 3 doğrudur. 4-də deyir ki, 3 və 6 nömrəli məntəqələrə tropik mussonların təsirinə məruz qalır. Deməli, 3 Hindistandır, 6 isə Avstraliyadır. Ümumiyyətlə, ekvatordan cənubda, cənub yarımkürəsində musson ifadəsi ola bilməz. Mussonlar yalnız materiklərin şərqindədir, şimal yarımkürəsində. Avrasiya və Şimali Amerika materiklərindədir. 4 yanlışdır. 4 ilə 6-ya deyir ki, yüksək təzyiq qurşağıdır. 4 Ərəbistanda, 6 Avstraliyadır. Bəli, bu doğru fikirdir. Həm Ərəbistan, həm də Avstraliya tropik iqlim qurşağında yerləşir verilən məntəqələr və tropik və qütb iqlim qurşaqları bildiyimiz kimi yüksək təzyiq qurşaqlarıdır. 1, 3, 5 artıq cavabımız bəllidir, C bəli. 6-ya da baxaq. 1 ilə 5-ə verib ki, qərb küləşlərinin təsiri altındadır. 1 Böyük Britaniya. Bəli, bu doğrudur. Amma lakin 5 Braziliya qərb küləşlərinin təsiri altında deyil, cənub Pasifik külələrinin təsiri altındadır. Doğru cavab 1, 3, 5 C bəndidir.